Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Körpü Nəşriyyatının Azərbaycan dili kitabındakı tapşırıqları sizlərlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 93-dəyik. Bu səhifədə yenə dinləmə mətni var. Aralardakı möcüzə kodu skan edərək dinləyin mətni. İndi isə biz sualları başlayaq cavablandırmağa. Dil audio mətni dinləyib 1-ci, 3-cü tapşırıqları yerinə yetirin. Mən artıq dinləmişəm, ümid edirəm ki, siz də dinlədiniz. Və bir də soruşur ki, verilmiş cümlə aşağıdakılardan hansı ilə tamamlana bilər? Arıların çiçəkdə başqa arının qoxusunu hiss etdikdə çiçəyi tərk edər. Çünki qida qaynağının yerini tərif edə bilməzlər. Qida keyfiyyətli deyildir. Qaynaq pətəkdən uzaqdır. Qaynaqdakı qida bitmişdir. Qaynaqda başqa arılar vardır. Düzgün cavab qaynaqdakı qida bitmişdir. Orada deyir ki, bal arısı çiçəkdən şirə çəkdikdən sonra öz ətrini orada buraxır ki, öz qoxusunu digərləri artıq bilsin ki, burada arı olubdur, boş yerə vaxt sərf eləməsinlər. D variantı. Dil mətnə görə kraliça və işçi arılar haqqında hansı fikir deyilməmişdir? Kraliça arıya uzun ömürlü olmaq deyilmişdir. Deyilmişdir ki, ən çox yaşayan odur. Pətəkdəki sistemə nəzarət etmək. Bu da var idi. Bala arılara baxmaq yox idi. Belə bir fikir yazılmamışdı. Pətəkdəki ən böyük dişi arı olmağı, bəli, bu da yazılmışdı. İşçi arılar qida təminatını yerinə yetirmək. Deməli, qida təminatını yerinə yetirmək, pətəyin təmizlik işlərini məşğul olmaq, pətəyin təhlükəsizliyini qorumaq, pətəyi qurmaq. Pətəyi qurmaq haqqında yazılmamışdı. Ona görə bunu seçirik. Arılar qida qaynağının yaxında olduğunu koloniyadakı arılara necə çatdırır? Rəqsin sürətini yavaşladaraq, dairə rəqs edərək. Bəli, düzgün cavab dairə rəqs edərək. Rəqsin müddətini artıraraq, quyruq rəqs edərək uzaqda olduğunu bildirirdilər. Həmin yerə işarə qoymaqla, xeyr, belə bir fikir də yox idi. Keçirik növbəti səhifə 94-də. Sinkveyin var burada yenə. Cədvəli tamamlayın. İsim, sifət, isim yazılıb, təbiət. Ona uyğun sifət yazmalıyıq. Məsələn, möhtəşəm təbiət. İndi ona uyğun feil yazmalıyıq. İki sifət yazmalıyıq, daha doğrusu möhtəşəm. Rəngarəng olsun. İndi 3 dənə feil yazmalıyıq. Məsələn, yaza bilərik, dəyişir, təbiət dəyişir. Çiçəklənir. Nəfəs alır. Sonra isə 4 sözdən ibarət cümlə yazmalıyıq. Məsələn, yaza bilərik ki, təbiəti qorumaq bizim borcumuzdur. Və sonda ümumiləşdirib bir söz yazmalıyıq. Məsələn, həyat yaza bilərik. Keçirik səhifə neçədir bu? 96-ya. Mürəkkəb sözlərin yazılışı qaydasına aid tapşırıqlar var burada. Dil verilmiş söz cütlüklərinə mürəkkəb sözlər yaradıb yazılış qaydalarına əməl etməklə cədvəlin müvafiq sütunlarında yazın. Bitişik yazılanlar, defislə yazılanlar, ayrı yazılanlar. Həyət, baca, yaxın mənalı sözlər olduğuna görə defislə yazılacaq. Cangülən müxtəlif mənalı sözlərdən düzəldiyinə görə bitişik yazılacaq. Taxta şalban da defislə yazılır, yaxın mənalıdır. İtburnu müxtəlif mənalı olduğuna görə bitişik yazılacaq. Topa-topa eyni sözün təkrarı ilə yaranıb, ona görə defislə yazılacaq. Güllü, çiçəkli, yaxın mənalı sözlərdən düzəlib defislə yazılacaq. Qov, ha hissəci ilə düzəlib bitişik yazılacaq. Tərcümeyi hal defislə. Ümumbəşəri müxtəlif mənalıdır, bitişik. Bugünkü bitişik müxtəlif mənalıdır. Tez-tez eyni sözün təkrarı ilədir. Defislə. Qeyri-adi, qeyri sözü ilə düzələnlər də defislə yazılır. Balaca boy müxtəlif mənalı sözlərdən düzəlib, ona görə bitişik yazılır. Kağız, koğuz
Bir tərəfin ayrıqda mənası olmayandır. Defisdə yazılır. Göz ucu müxtəlif mənalıdır. Bitişik yazılır. Yan bayan ba hissəci ilə düzəlib bitişik yazılır. Az-maz bir tərəfin ayrıqda mənası olmayan defisdə yazılır. Qanun vericilik müxtəlif mənalı sözdən düzəlib bitişik yazılır. Ac göz müxtəlif mənalı sözlərdir. Bitişik. Tör töküntü defisdə yazılır. Toz soran bitişik yazılır. Paramparça defisdə yazılır. Burada ayrı yazılan mürəkkəb söz yoxdur. Ayrı yazılan mürəkkəb söz, mürəkkəb sayılar olur, mürəkkəb feillər olur. Burada da yox idi. Niyə bu üstünü qoyublar bura, mən bilmədim. İndi keçdik 2-yə. Deyir, verilmiş sözlərin yaranma üsulunu müəyyən edin. Dəvə dəbanı müxtəlif mənalı sözün birləşməsindən, yəni A-ya uyğundur. Tez-tez eyni sözün təkrarından düzəlib E uyğundur. Gec-tez əks mənalı sözdən düzəlib B uyğundur. Gəl ha hissəci A-ha bitişdiricinin köməyi ilə düzəlib D uyğundur. Ailə, məişət, yaxın mənalı sözlərdən düzəlib C uyğundur. 3-də deyir ki, verilmiş sözlərin köməyi ilə yazılış qaydasına əməl etməklə mürəkkəb sözlər düzəldib yazın, həmin sözləri cümlədə işlədin. İpək və qurddan təbii ki, ipək qurdu sözü düzəlir, bitişik yazılır müxtəlif mənalı olduğuna görə. Cümlədə işlədə bilərik ki, ipək qurdu yazmaq olar ki, ipək qurdu barama hörərək ipək sap düzəldir. Sağ-salamat. Sağ-salamat defisinə yazılacaq. Məsələn, yaza bilərik ki, əskər müharibədən sağ-salamat qayıtdı. Suyu şirin bitişik yazılır. O qız çox suyu şirin qız idi. Toz torpaq defislə yazılır. Uşaqlar toz torpaq içində oynayırdılar. Keçirik səhifə 98-dir bu. Mətin var burada. Ağıllı quş. Oxuyaq mətni, sonra isə sualları cavablandıraq. Balaca bir oğlan meşədə gəzərkən quş yuvası tapdı. Yuvada çılpaq quş balaları var idi. Onlar qışqırırdılar. Yəqin ki, analarının uçub gəlməyini və onları yedizdirməyini gözləyirdilər. Oğlan quş balalarını tapdığına çox sevinib, onlardan birini götürüb özü ilə evə aparmaq istədi. Əlini təzəcə quşlara uzatmışdı ki, qəfildən tüklü bir quş daş kimi ağacdan atılıb oğlanın ayağının yanına düşdü. Quş otların arasına uzanıb hərəkət etmirdi. Oğlan bu quşu tutmaq qərarına gəldi. Amma oğlan yaxınlaşan kimi quş biraz havaya tullanaraq yenə yerə düşdü və başladı yan tərəfə qaçmağa. Oğlan onun arxasınca hərəkət etdi. Yəqin ki, bu quş qanadını incidib, ona görə də uça bilmir deyə o oğlan öz-özünə düşündü və onu tutmağa çalışdı. Oğlan quşa yaxınlaşan kimi quş yenə havaya tullanaraq yerə düşür və yenə bir qədər yan tərəfə qaçırdı. Oğlan yenə onun ardınca qaçırdı. Bax, beləcə davam edirdi. Quş ya yuxarı tullanır, ya yerə düşür, oğlan isə onu tutmağa çalışırdı. Nəhayət, oğlan papağını çıxarıb quşun üstünə atmaq istəyirdi ki, birdən quş qanadlanaraq göyə uçdu. Oğlan quşa qəzəbləndi və ən azı bir bala quş götürmək üçün mümkün qədər tez geri quş yuvasına tərəf qaçdı. Lakin oğlan yuvanın olduğu yeri itirdiyindən quşları tapa bilmədi. Birdən oğlan başa düşdü ki, bu ana quş idi. O, qəsdən ağacdan düşərək oğlanı yuvadan uzaqlaşdırdı. Beləliklə, oğlan quş yuvasını tapa bilməyərək quşun balalarını bir-birindən ayıra bilmədi. Oğlan meşədə bir qədər gəzib dolaşdı, yabanı cişiyələk toplayıb yedi, sonra isə evinə geri döndü. Mətndə hansı suala cavab yoxdur? Hadisələr harada baş verir? Baxaq. Meşədə gəzərkən, meşədə baş verir. Sonra, quşlar nə üçün qışqırışırdılar? Baxaq. Deməli, burada deyir ki, onlar qışqırışırdılar, yəqin ki, analarının uçub gəlməyini və onları yedizdirməyini gözləyirdilər. Oğlanın istəyi nə idi? Quşu tutmaq istəyirdi. Oğlan nə üçün quşları tuta bilmədi? Çünki artıq onların yerini itirmişdi. Oğlanın evi harada yerləşirdi, bu barədə yazılmamışdı. Mətndə tünd rənglə verilmiş sözü hansı sözlə əvəz etmək olar? Baxaq, tünd rənglə qəzəbləndi. Bir çox sözlə əvəz etmək olar. Baxaq variantlara. Hirsləndi, əvəz etmək olmaz deyir. Aha, deyirəm, hirsləndi də olar, əsəbləşdi də olar, acıqlandı da olar, nifrət etdi, yox. Hiddətləndi də olar. 3-də deyir ki, mətndə kursivlə verilmiş sözü hansı sözlə əvəz etsək daha doğru olar. Baxaq, kursivlə hansı söz verilmişdir. Qışqırdılar, qışqırırdılar. Baxaq. Civildəşirdilər, bəli, quşlar civildəşər, bu uyğundur. Banlayırdılar, uyğun deyil, dalaşırdılar,
uyğun deyil. Ağlaşırdılar, gözləyirdilər. Bunlar uyğun deyil. Mətnə görə cədvəldəki uyğunluğu müəyyən edin. Doğrudur. Oğlan quş balalarından birini evə aparmaq istəyirdi. Oğlan quşun ana quş olduğunu mətnin sonuna kimi bildi. Bu səhvdir. Oğlan quş balalarından birini evinə aparmaq istəyirdi. Bu düzdür. Ana quş yalnız bir dəfə oğlanın diqqətini yayındırmağa çalışdı. Oğlan yuvanın olduğu yeri unutmuşdu. Bəli, yeri unutmuşdu. Bir dəfə yox, bir neçə dəfə onun diqqətini yayındırmağa çalışdı. 1 və 4 C variantı uyğundur. Hansı cümlə ilə mətni tamamlamaq olar? Bir daha meşəyə getmədi. Yox, bu uyğun deyil. Anladı ki, təkcə insanlar deyil, quşlar da öz balalarını qoruya bilir. Bəli, bu uyğundur mətnin sonuna. Vətənə gəldim, imana gəldim. Hər kəs öz vətəni əzizdir. Heç vaxt quşlara yaxın düşmədi. Bunlar uyğun deyil. Mətndə qırmızı rənglə verilmiş söz hansı bənddə fərqli mənada işlənmişdir? Baxaq, qırmızı rəngdə burada deyir ki, quş biraz havaya tullanaraq yerə düşdü. Burada həqiqi mənadadır. Yerə düşə bilər. İndi cümlələrə baxaq. Əlindəki qələm yerə düşdü. Burada da həqiqi mənadadır. Yəni mətndəki mənası ilə eynidir. Topla oynayanda birdən o diyirlənib yola düşdü. Burada da həqiqi mənadadır toplunun yola düşməyi. Bütün olanlar bir-bir yadıma düşdü. Yada düşmək isə məcazi mənadadır. Ona görə bu fərqli məna olduğuna görə C-ni seçirik. Yuxarıdan bir kağız parçası yerə düşdü. Divardakı güzgü birdən-birə yerə düşdü. Bunlar hamısı həqiqi mənadadır. 7-də soruşur aşağıdakılardan biri mətnin əsas hissəsinə aid deyil. Balaca bir oğlanın quş yuvası tapması, quşun oğlanın ayağının yanına düşməsi, quşun oğlanın fikrini yayındırmağa çalışması, oğlanın quş yuvasının yerini itirməsi, quşun hərəkətsiz halda otların üstə uzanması, düzgün cavab balaca bir oğlanın quş yuvası tapması bu mətnin əsas hissəsində yox, giriş hissəsində idi. Mətnin elə ilk cümləsində deyir ki, balaca oğlan meşədə gəzərkən quş yuvası tapdı. Deməli, bu giriş hissəyə aiddir. Mətnə əsasən klasteri tamamlayın. Ana quş. Ana quşa aid nə var idi? Onları yazmalıyıq. Ağıllıdır. Balalarını sevir. Balalarını qorudu. Doqquzda deyir, mətnin giriş, əsas və nəticə hissələrini adlandırın. Girişdə oğlanın quş yuvası tapması, əsas hissədə ana quşun balalarını qoruması, nəticədə oğlanın evinə geri dönməsi. Təkcə insanlar yox, heyvan və quşlar da analıq hissi, analıq duyğusu olur fikrini mətnlə əlaqələndirib fikrinizi əsaslandırın. İnsanlar kimi heyvan və quşlar da öz balalarını qoruyur, onların qayğısını çəkir, onlara sevgi göstərirlər. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.